Mərhəmətli və rəhimli Allahın adı ilə insanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən Allah heç bir özündən razını, özünü öyəni sevmir. Özünü tərifləyərək, mənəm hissi ilə bəlkə də bəzi insanların yanında ucala bilərsən. Ancaq Allah və onun rəsulu bu xisləti məzəmmət edir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm demişdir: sizin üçün ən çox qorxduğum şey kiçik şirkdir. Onlar soruşdular: kiçik şirk nədir ey Allahın elçisi? Peyğəmbərimiz buyurdu: bu riyakarlıqdır. Uca Allah qiyamət günü insanları mükafatlandıracaq zaman belə buyuracaq: dünya həyatındaykən əməllərinizi göstərdiyiniz kəslərin yanına gedin. Qoy sizin mükafatınızı onlar versin.